Hər birinizi salamlayıram. Bu günlərin biz Almaniyada, eyni zamanda Avropada reformasiya mövzusu haqqında danışacağıq. Dedik ki, nə baş verdi? Artıq 843-cü ildə Verdi müqaviləsinə əsasən Frank imperiyası parçalandı. Yerində dövlətlər yarandı. Almaniyadır, İtaliyadır, Fransadır. 962-ci ildə nə olur? 1-ci Otto Papanın dəvəti ilə getdi Romaya, Rom imperatoru elan olundu. Və deyirik ki, 962-ci ildə müqəddəs Rom imperiyası yarandı. Amma sonradan bu müqəddəs Rom imperatorları ilə Papa arasında münasibətlər pisləşir. Nəyə görə? İtaliyanın şimalın hakim olmaq uğrunda. Deyirik ki, 12-ci əsrdə artıq İtaliyanın şimal şəhərləri Papa ilə ittifaq qurdu. Kimə qarşı? Müqəddəs Rom imperiyasına qarşı. Ona görə də müqəddəs Rom imperiyası uğursuz oldu. Və deyirik ki, ağır nəticələri oldu bu müqəddəs Rom imperiyası üçün. Çünki Fransada, İngiltərədə 15-ci əsrə qədər mərkəzləşdirilmiş dövlət yarandı, amma düz 19-cu əsrə qədər Almaniya mərkəzləşdirilmiş dövlət yarada bilmədi. Mərkəzi hakimiyyət zəiflədi, müstəqil knyazlıqlara parçalandı. Eyni zamanda müqəddəs Roma imperatoru həm Almaniyada, həm İtaliyada öz real gücünü itirdi. Aydın oldu mu? Reformasiya nədir? Deyir ki, reformasiya nizamlanmaq, düzəltmək, islahat aparmaq, yeniləmək mənasını verir və Almaniyada başlamışdı. Gəlin görək, nədir? Bax, yazmışıq reformasiyanın səbəbləri. Almaniyada baş verməsinin səbəbləri nə idi? Siyasi, dini, sosial, iqtisadi kimi səbəbləri var. Məsələn, siyasi səbəbi nə idi? Deyirik ki, Avropanın bir çox ölkələrindən fərqli olaraq Almaniyada vəziyyət pis idi siyasi cəhətdən. Niyə? Çünki siyasi cəhətdən bütöv deyil idi, dağınıq vəziyyətdə idi, qarışıqlıq var idi, güclü kral hakimiyyəti yox idi, düzdür, vahid adı altında birləşmişdilər. Müqəddəs Rom imperiyasının tərkibi gedirdi. Amma içərilərində nə var idi? Deyir, bir neçə varlı ailələr, knyazlar, hersoqluqlar, yəni hərəsinin bir dövləti var idi. 300-ə qədər kiçik dövlətlərdən ibarət idi Almaniya. Siyasi cəhətdən dağınıq idi ki, bu da reformasiyanın burada başlamasının siyasi səbəbi idi. Məsələn, dini səbəbi nə idi? Dini səbəbi odur ki, hardakı kral hakimiyyəti güclüdür, Papa ora daxil ola bilmirdi. Hardakı kral hakimiyyəti zəifdirsə, Papa orada at oynadırdı. Neyinirdi? Məsələn, indulgensiya satırdı, cənnət qəbzi. Deyirdi, getin, niyə kimi yığdıqlarını sat, gətir, ver. Kilsəyə sənə qəbz verəcək, yox, bankda çek verirlər, pul ödədiyinə dair. Onun kimi də ona çek verirdi ki, buyurun, bəs bu belədir, bundan da eləyin siz. Nədir onun adı? Cənnətə daxil olacaqsınız. Kimlər ki, deyir ki, bu cəhalətdir, sui-istifadə edirsiniz, xalqıncıdırsınız, onda nə deyirlər? Deyirlər, sən bidətçisən, dindən dönmüsən, cəzalandırılmalısan. Özün tonqalda yandırılacaqsan, bütün variantında ki, sən xeyrinə müsadirə olunacaq. Bəs yaxşı, sosial səbəbləri nə idi? Deyirik ki, Almaniyada elə bir ki, kəndlilər və şəhərlərdən ibarət idi. Məsələn, kəndlilər öz almanlıqlarını qoruyub saxlaya bilmişdi, öz mədəniyyətlərini, öz milli kimliyini qoruya bilmişdi. Amma şəhərlilər artıq latınlaşdırılırdı həmin dövrdə. Məsələn, kimlər ki, latın dilini bilmirdi, ona kətçi kimi, geridə qalmış kimi baxırdılar. Latın dili bir varlılıq idi. Latın dilini gələk, yəni xoş bir şey idi o dövrdə ki, hamı latın dilində danışsın. Məsələn, bir ara Azərbaycanda hamı rus dilində danışırdı, Bakıda. Bu da onun kimi bir proses idi. Bəli, deyirik ki, artıq məcburi dilə çevirirdilər latın dilini. Məsələn, hətta reformasiyada da kəndlilər daha çox iştirak eləmişdi orada. Çünki bunlar Alman dilini bilirdi. Həmin mətbəədə yarandı, onun haqqında danışacağıq 1445-ci ildə. Mətbəədə də ki, biz deyirik ki, Alman dilində çap olunmuşdu o 95 maddəlik tezis. Bəs yaxşı, iqtisadi səbəbləri nə idi? Heç nə, deyirik ki, Almaniyanın iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatından çox geridə idi. Eyni zamanda daxili bazar pis vəziyyətdə idi, inflyasiya var idi, inhisarçılıq var idi, rüşvətxorluq var idi. Nə idi? Həmin dövrdə Almaniyanın gəlir əsas nədəni idi? Kənd təsərrüfatı, bir də mədənçilik idi ki, bu da kimlərinizə cibinə gedirdi. Yəni, bu xalq üçün heç bir xeyri yox idi bunun. Əsasən kilsə tikilirdi, bir də Osmanlılara qarşı mübarizəyə sərf olunurdu pullar həmin dövrdə Almaniyada. İndi Almaniyada reformasiya hərəkatının başlamasından danışaq. Martin Luther gördü ki, da artıq belə olmaz.
İndulgensiya kağızı, hətta onun haqqında bir əhvalat da var. Gedir cəhənnəmi satın alır, deyir narahat olmayın, heç birinizi qoymayacağam cəhənnəmə düşməyə. İndulgensiya kağızı almayın. Bu özü həm professor idi, həm də alim idi. Martin Luther də din alimi idi. 1517-ci ildə Wittenbergdə 95 maddəlik tezisini astı kilsə qapılarına və etiraz elədi. Hətta deyirik ki, 1445-ci ildə ora çıxan mətbəənin də buna kömək olmuşdu ki, həmin 95 maddəlik tezisini çap elətdirib bütün yerə neyləmişdi? Paylatmışdı. Aha, yaxşı, bəs bu Martin Lutheri sadə xalq niyə dəstəkləyirdi? Çünki biz deyərik Martin Luther həm knyazlar dəstəkləyib, həm sadə xalq dəstəkləyib. Məsələn, Martin Lutherin fikirlərini sadə xalq niyə dəstəkləyirdi? Çünki artıq bezmişlər dini vergidən. Bilmirdilər indulgensiya kağızı alsınlar, bilmirdilər dini vergiləri ödəsinlər. Zaten bilsən niyə alırdılar o indulgensiya kağızını? İnandıqları üçün almırlar. Baxırlar ki, mənim qonşumda filan kəs alıb, mən almamışam. Deyir də bəlkə elə həqiqətən də var elə bir şey. O düşəcək cənnətə, mən düşəcəm cəhənnəmə. Bir-birlərindən geri qalmamaq üçün hamı gedib o indulgensiya kağızını alırdı. Ona görə sadə xalq dini vergilərdən narazı olduğuna görə Lutheri dəstəkləyirdi. Bəs knyazlar niyə dəstəkləyirdi? Knyazlar da papanın mülklərinə sahib olmaq istəyirdi. Yəni hamının özünün çıxarları var idi. Bu 95 maddəli tezis məsələsi yayılan kimi papa Lutheri dəvət elədi hara? Romaya. Luther də baxır ki, bundan əvvəl gedənlər neyinirdi? Tonqalda yandıracaq, inkvizasiya məhkəməsinə verib. Bütün mülkündə müsadirə edəcək, ona görə də getmədi. Getdi kimə sığındı? Həmin dövrdə Almaniyada ən hörmətli knyazlıq olan Saksoniya knyazlığına sığındı. Hətta deyir ki, Wormsda qurultay keçirildi. Həmin vaxtı, çünki 5-ci Karl idi, həmin vaxtı Almaniya kralı. 5-ci Karl'la papa burada artıq Worms qurultayında ittifaq qururlar. Nə deməkdir bu ittifaq? Çünki 5-ci Karl istəmirdi ki, reformasiya baş versin. Çünki deyir yaxı, bunlar hamısı müstəqil knyazlıqlar olmağına baxmayaraq bir adı altında birləşmişdilər. Müqəddəs Rom imperiyası adı altında birləşmişdilər. 5-ci Karl da istəmirdi ki, bunlar rəsmi şəkildə müstəqil olsunlar da, ən azından formal asılılıqları saxlamaq istəyirdi. Ona görə də papanın sözünü deyirdi. Deyir, nə baş verdi? Worms qurultayında dedilər ki, Luther də tonqalda yandırılmalıdır, onun tərəfdarları da tonqalda yandırılmalıdır, kitablar da tonqalda yandırılmalıdır. Düzdür ki, Saksoniya knyazı buna imkan vermir. Həmin Luther onun tərəfdarlarını dəstəklədi. Aha, nədir bu? Roma papası ittifaq dedi, protest. Protest nədir? Heç nə, etiraz. Yəni də bu katoliklik dininə etiraz edənləri protest edir. Yəni etiraz deməkdir. Ona görə də protestant adlandırırdılar. Deyirik ki, bu mübarizə 1555-ci ildə Habsburg sazişi ilə başa çatdı. 1555-ci ildə başqa hansı hadisələr baş verib Azərbaycan tarixində? Məsələn, Amasya sülh müqaviləsi imzalanması, bundan başqa Səfəvilər dövlətinin paytaxtının Qəzvinə köçürülməsi, bu kimi hadisələr 1555-ci il Habsburg sazişi ilə oxşar cəhət kimi düşə bilər bizə. Deyirik ki, Habsburg sazişi 1555-ci ildə imzalandı. Sazişin şərtləri nə idi? Heç nə. Deyirik ki, siz sərbəstsiniz. Yəni bu Almaniyada olan kiçik dövlətlər var. Onlar katolikliklə Luteranlıq arasında seçim etməkdə sərbəstdir. Amma bir dənə amması var. Nə idi? Əgər sən knyazın hansı dindədirsə, sən də o dində olmalısın. Sənin özünün din seçmək kimi bir hüququn yoxdur. Məsələn, Saksoniya knyazlığında yaşayıram mən. Saksoniya knyazı Luterandırsa, mən katolik də ola bilmirəm. Məcburam mən də Luteran olam. Yəni təbələrə icazə verilmədi də, knyazlara icazə verildi ki, siz din seçməkdə sərbəstsiniz. Aha, bəs yaxşı, sazişin nəticələri nə oldu? Heç nə, deyir ki, Almaniyada dini müharibəyə son qoyulur. Yəni, rəsmi olaraq katolik dini bölündü. Çünki katoliklər içərisindən çıxan o protestantlar var idi, etiraz edənlər. Onlar rəsmi olaraq tanındı. Eyni zamanda protestant knyazlara da imtiyazlar verildi. Yaxşı, Almaniyada reformasiyanın uğurlu olmasının səbəbi nə idi? Ümumiyyətcə biz deyirik ki, kral hakimiyyəti harada güclü idisə, reformasiya orada qələbə çaldı. Məsələn, İtaliyada, daha doğrusu İngiltərədə və Fransada. Amma axı dedik axı Almaniyada da kral hakimiyyəti güclü deyildi. Deyirək burada məğlub olardı, amma burada qalib gəldi, uğurlu başa çatdı. Nə idi səbəbi? Məsələn, deyirik ki,
siyasi hakimiyyət var idi ki, yəni ehtiyac olduğu siyasi hakimiyyət var idi. Knyazlar tərəfindən ələ keçirildi. Məsələn, Saksoniya knyazı olmasaydı Martin Lutheri çox güman ki, tonqalda yandırmışdılar. Və eyni zamanda onun tərəfdarlarını, onun kitablarını. Yəni Martin Lutheri ayaqda saxlayan Saksoniya knyazı oldu. Eyni zamanda knyazlar dəstək verdi. Bundan başqa mətbəənin çox rolu oldu ki, həmin o 95 maddəlik tezisini alman dilində çap elətdirib bütün xalqa yaydı. Çünki xalq alman dilini bilirdi. Müəyyən varlılar idi, müəyyən şəhərlər idi ki, latın dilində danışırdı. Aha, indi gəlin Almaniyada biz kəndli üsyanından danışaq. Deyirik 1524-1525-ci ildə oldu. Kimin başçılığı ilə bu kəndli reformasiyası adlanır da, kəndli müharibəsi. Thomas Münster'in başçılığı altında. Hətta deyirik ki, şəhər yoxsulları da qoşuldu kəndlilərə. Bir tərəfdə şəhər yoxsullarıdır, kəndlilərdir, Thomas Münster'dir. Bir tərəfdə də varlı şəhərlərlə Martin Luther'lə feodallardır. Bunlar bir-birinə mübarizə aparırdı. Məsələn, nə deyirdi? Martin Luther'dən fərqli olaraq Thomas Münster deyirdi ki, silahlı mübarizə ilə söhbət eləmək lazımdır. Martin Luther də deyir ki, artıq bu da Martin Luther'in əsl siması üzə çıxdı. Yəni bu xalqın adamı deyil də, bu özü feodal idi Martin Luther. Feodalların işini görürdü və bugünkü günü artıq həmin o kəndli reformasiyasında Martin Luther keçdi feodalların yanına, kəndlilərin yanında olmadı. Və deyirik nə baş verdi? 1525-ci ildə feodallar üsyanı yatırdı, Thomas Münster əsir alınıb edam olundu. Bəs niyə məğlub oldu? Niyə məğlub olma səbəbi? Niyə məğlub oldu? Deyirik ki, çünki kəndlilər hərbi işi yaxşı bilmirdi. Eyni zamanda kəndlilər ayrı-ayrılıqda mübarizə aparırdı, birlikləri yox idi. Eyni zamanda üsyançılar muzlu ordu yeritmişdi bunların üzərinə, daha doğrusu feodallar. Ona görə də məğlub oldu. Yaxşı, kəndli üsyanının nəticəsi nə oldu? Çünki biz birlikdə Fransada da oldu, İngiltərədə də oldu, indi Almaniyadadır. Məsələn, İngiltərədə, Fransada, ən azından deyirik ki, Fransada bir müddət vergilər artırmadılar. Nə bilim, İngiltərədə vergilər azaltdılar. Bəs Almaniyada nə cür olur kəndli üsyanının nəticəsi? Deyirik, sosial, iqtisadi və siyasi nəticələr oldu. Sosial nəticəsi oldu ki, feodal qaydalar daha da sərtləşdirildi. İqtisadi nəticəsi oldu ki, şəxsən azad olan kəndlilər də təhkimlixanaya salındı. Siyasi nəticəsi də oldu ki, deyirik ki, Almaniyada feodal dağınıqlığı uzun müddət davam elədi. Yəni bir növ yaxşı şeylər olmurdu, ancaq pis şeylər olur bu Almaniyada olan kəndli üsyanının nəticəsində. İndi Avropada reformasiyadan danışaq. Deyirik ki, İngiltərədə reformasiya. Bəli, artıq 16-cı əsrdə necə ki Almaniyada başladı, ondan sonra İngiltərədə də başlayır. Səbəb nə idi? Kralla papa arasında narazıçılıq. Bu gətirdi, artıq nə oldu? Deyirik, parlamentin köməyi ilə kral İngiltərədə kilsənin başçısı elan olundu. Və bununla da artıq katoliklərlə protestantların birləşməsi nəticəsində nə yarandı? Anglikan etiqadı yarandı. 16-cı əsrin əvvəllərində. 8-ci Henrik Tudorun dövründə. Hətta götürdü, kral monastır mülklərini zadəganlara satdı. Yenə daha da gücləndi. Bəli, yəni reformasiya İngiltərədə qələbə çaldı. Bəs yaxşı, Anglikan etiqadı dedik. Fransada reformasiya. Bəli, Jean Calvin var. Keşiş Jean Calvin onun adı ilə bağlıdır. Deyir ki, o da protestantlıq etiqadlarından birini yayırdı. Nə deyirdi? Deyirdi, demək olmaz, gülmək olmaz, nə bilim, oynamaq olmaz, yaxşı geyinmək olmaz, rəqs eləmək olmaz. Ancaq ağarmaq lazımdır. İndi nə edirik biz? Səhər gedirik işə, axşam gəlib yatırıq. Səhər yenə gedirik işə, axşam gəlib yatırıq. Monoton həyatda, yəni deyir, səhər get, gecəyə kimi işlə, gecə tez gəl, işığı söndür yat, səhər tez dur, ged işə. İşin bu olmalıdır. Jean Calvin ideyası buydu. Bu da nə idi? O dövrdə olan o burjuaziyanın xoşuna gələn hadisə idi. Yəni burjuaziya nətər deyirlər, mənafeyinə uyğun idi. Deyirik, hətta 16-cı əsrin sonunda etiqad azadlığı haqqında fərman verilir ki, Kalvinizm Fransada nə oldu? 16-cı əsrin sonunda rəsmiləşdirildi. Yaxşı, indi əks reformasiyadan danışaq. Reformasiya başlayandan sonra ona qarşı əks reformasiya da başlayır. Yəni papa sakit durmayacağa, bir-birə yığdıqları əlindən geçsin. Nədir? Deyirdi ki, mənim qərarlarıma əməl eləməyənləri aradan götürmək lazımdır. Qadağan olunmuş kitablar siyahıya alıb yandırılacaq. Eyni zamanda İsa Cəmiyyəti adlı təşkilat yaratdı, Yezuitlər ordeni yaratdı, papa məhkəmələri yaratdı.
və başladı qırğınlar törətməyə. Məsələn, 1572-ci ildə Varfolomey gecəsi var da, Fransa, Parisdə baş vermişdi. Kütləvi qətliyam bir gecə içərisində nə qədər protestantlar varsa onları qırmışdılar. Bəli, əks reformasiya hərəkatı aparır. Məsələn, əks reformasiya harada qələbə çaldı? İtaliya ilə İspaniyada. Məsələn, İngiltərə ilə Fransada əks reformasiya qələbə çalmır. Reformasiyanın özü qələbə çalır İngiltərə ilə Fransada. Amma reformasiya hərəkatı İtaliyada, İspaniyada məğlub oldu. Yaxşı, yazmışıq nədir bu reformasiya hərəkatının nəticəsi nə oldu? Nəticələr çoxdur. Məsələn, sosial, iqtisadi və mədəni nəticəsi nə oldu? Reformasiya hərəkatı. Deyirik ki, ümumiyyətcə kapitalist sistemi yaranmağa başladı. Eyni zamanda elm o şeyin təsirindən çıxdı. Yəni kilsənin təsirindən çıxdı. Məsələn, kimsə durub deyir ki, yer yumru, dünya yumrudur. Papa deyir ki, bunun hökmü tonqalda yandırılmaqdır. Bu bidətçidir, dindən dönübdür. Yer yastı formadadır. Artıq elə bir ki, elm inkişafı qarşısını alırdı həmin o reformasiyadan əvvəl katoliklik. Deyir ki, elm araşdırmalar dinin təsirindən azad oldu. Eyni zamanda təhsil kilsənin nəzarətindən çıxıb dünyəviləşdi. Bundan başqa dini nəticələri nə olur? 16-cı əsrdə biri var xristianlıq parçalanması, katoliklik, pravoslavlığı. Biri var katolikliyin özü parçalandı 16-cı əsrdə. Geri nə baş verdi? Yeni kilsələr, yeni təriqətlər yarandı. Bu da reformasiyanın dini nəticəsidir. Bundan başqa siyasi nəticələrə baş verdi ki, deyir ki, yeni siyasi güclər yaranır. Eyni zamanda dövlətin dinə tabeliyinə son qoyulur. Bunlar reformasiyanın nəticələridir. 30 illik müharibə. Bəli, 1618-1648-ci illərdə olmuşdu. Səbəbi nə idi? Niyə baş verdi? Deyirik ki, görünən tərəfi katoliklərlə protestantlar arasında mübarizə idi. Xarakteri nədir? Dini müharibədir. Katoliklərlə protestantlar mübarizə aparsa, əlbəttə ki, dini müharibə olacaq. Hətta biz ora dini müharibənin sonuncusu deyirik. Amma deyirik, din mühüm rol oynasa da siyasi motivlər də var, ərazi motivlər də var idi. Yəni, nə deməkdir bu? Avropada hakimlik eləmək uğrunda mübarizə aparırdılar. Başlanması nə vaxt başlayır? Deyirik ki, 1618-ci ildə Müqəddəs Rom İmperiyasının torpaqlarında başladı. Protestant knyazlarla Müqəddəs Rom İmperatoru arasında başlayır. Avropada İngiltərədən başqa bütün dövlətlər qoşulmuşdu bu müharibəyə. Əslində Avropada hakim olmaqda liderlik uğrunda aparılırdı mübarizə. Bəli. Deyirik ki, yenilikləri nə oldu? Yəni ümumiyyətcə də 30 illik müharibədə hansı yeniliklərdən istifadə olundu? Deyirik 15-ci əsrdə meydana gəlmiş tüfəkdən və daimi ordudan 2 dəfə istifadə olundu. Bəs yaxşı, nə vaxt başa çatır? 1648-ci ildə Vestfaliya konfransı ilə sona çatmışdı. Nəticələr nə olur? Nəticələr deyir ki, heç nə. Məsələn, Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Eyni zamanda İngiltərədə hətta qoşulmamışdı da, dedik ki, İngiltərə bura. Amma buna baxmayaraq vətəndaş müharibəsinə, İspaniyada üsyanlara səbəb oldu. Bir növ Almaniya talan edildi. Yəni ərazisi dağıdıldı, ticarət dayandı, inflyasiya, aclıq, xəstəlik. Yəni bu 30 illik müharibə ən böyük zərbəni Almaniyaya vurmuşdu. Sonradan deyir ki, 1648-ci ildə Vestfaliya konfransı keçirilir. Orada da Vestfaliya sülhü keçirilir. Onunla da 30 illik müharibəyə son qoyuldu. Nə idi Vestfaliya konfransı? Deyirik ki, nədir? Avropanın ilk ən böyük sülh konfransı idi. Hansı hadisələr baş verdi? Burada suveren dövlətlərin bərabərlik prinsipi. Nə deməkdir bu? Vestfaliya sistemi. Yəni müstəqil dövlətsənsə, nə sənin işinə kimsə qarışmamalıdır daxil işlərinə, nə də sən başqa dövlətin daxil işlərinə qarışmamalısan. Söhbət ondan gedir Vestfaliya konfransında. Bugünkü gündə var da tez-tez deyirlər Vestfaliya sistemi. Yəni digər dövlətlərin işinə qarışmamaq məsələsi var orada. Konfransda ondan söhbət gedir. Sülhün də nəticəsi olur ki, bir növ bildiyimiz Müqəddəs Rom İmperiyasının rəsmi şəkildə dağınıqlığı təsdiqlənir. Yəni dağınıqlığı rəsmiləşdirilir ki, burada 300-dən çox nədir? Müstəqil dövlət var. Aydın oldu mu? Hətta deyir ki, 2 dəfə olaraq Avropada dövlətlər arası o müqavilələrdə papanın imzasına ehtiyac duyulmadı. Bundan başqa Avropada dünyəvilik gücləndi.
və Avropada dini müharibələr dövrünü sonlandırdı həmin bu Vestfaliya sülhü nəticəsində.